Bir 42 ve 3 olmuş. Without using a true stable, why o is true. Bu rekordda var ya. Peki buna bakmayaq. Vaxt itirməyək. Sizə attığım linklər var ya. Birinci 3 dəqiqə rekordda məncə görsün. baxaq da. Tamam. Deməli, burada yazın. PQ, navigation Q. Evet. Hə. Şərt də deyir ki, P, Q and A has the same truth value and false otherwise. Bunun true olması üçün deyir ki, bunlar ya hamısı true olmalıdır, ya da hamısı false olmalıdır. Demək, bunun səhv eləmirəmsə şeydir də, DNF'in açılışı neydi? Distributed number form olmalı. Yəni bütün şeylər mötərizələrin şeyindən, conjunction'ından ibarət olduğu üçün elə o formda DNF formasında deyirlər. Ümumiyyətcə conjunctionlar bütün mötərizələrin conjunction'dan ibarətdirsə, true olması üçün bunların gərək hamısı true olsun, düzdür? Yəni birisi false olsa, şey də false olasıdır. Əldən birləşdiyi üçün. Demək, birincinin Enddir. conjunction enddir. Ümumiyyətcə, Və ona əgər nə deyirdi? necə? Orada başqa ad deyirdi. O nə idi? Disjunction. Hə. Deməli, onda birinci mötərizənin içinə baxarıq. Birinci mötərizənin true olması üçün ikisindən ən az birisinin true olması bəs eləyir, düzdür? P-nin true olduğunu fikirləşsək, məsələn, şeydir. Deməli, negation Q-yə baxmaqkən belə eləyək. Bizə deyir hamısı A ilə işarəli olmalıdır, hamısı true olmalıdır, ya da hamısı false olmalıdır. Biz onun olmadığı halları yoxlayaq. Ya da əldə eləməyimiz düzdürmü? Necə olmaz. Birinci hamısının true olduğu halı, hamısının eyni işarəli olduğu halı yoxlayaq. Odus olandan sonra olmadığı hala baxaq. Məsələn, hamısı true-dursa ya da hamısı false-dursa, deməli birinci mötərizə avtomatik true olacaq, çünki P-miz true-dur. Amma negation Q-miz false-dur. Çünki Q-nun özü true-dur. Burada bir dənə true tapdıq. İkinci mötərizəyə baxırıq. Burada Q true-dur, amma negation false-dur. Burada da true'muz var. Yəni hamısında true'muz var. Çünki hamısında bu PQ-dən ən az bir dənəsi özü var. True stable-dən istifadə eləmək olmur ki. Yox, bu true stable olmuş. Yəni sayılmır true stable. Yəni bundan başqa nə etməyə fikirləşə bilərik ki? Mən də elə bildim ki, bundan istifadə etmək şeydir, sayılmır. True stable kimi bir şey sayılır. Ona görə dedim görürsən başqa necə bilmiyorlar. Məncə başqa yolu yoxdur. Çünki Okay. konkret bir şərtimiz var ya, hamısının true olması. Ya da belə lap üzdən demək istəyirsinizsə, yazırsınız ki, burada 3 dənə şey var, mötərizə var, hansı ki bir-birinin conjunction'la birləşib. Hamısında da fikir versəz, hamısında PQR-dən bir dənə özü var. Bir dənə də PQR-dən birinin negation'ı var. Necə deyim? Yəni bir PQR-in özünü götürək, bu 3 dəyişənin. Bir də onların negation'larını götürək. Deməli. Və bunlar hər mötərizənin içində bu üçündən biri ilə bu üçündən biri disjunktiv şəkildə birləşir.
Və əgər bu üçü eyni işarəli olsa, bu üçü də eyni işarəli olasıdır. Və hər bir disjunctionda bir dənə true, bir dənə false alacağıq. Yəni, bu bizim işimizə yarayır. Yox, əgər bunlardan biri fərqli olsa, biz ən az mötərizələrdən birində şey olacaq da, ikisi də true olacaq ya da ikisi də false olacaq. İkisi də true olacaq ya da ikisi də false olacaq. Düz. Məsələn, bunlardan biri fərqlidir, tutaq ki, true, true, amma false. Və bu dediklərimin də imtahanda yazılışı direkt, yəni sözlə yazılışdır. Belə xüsusi işarələrə ehtiyac yoxdur. Başa düşəndən sonra öz sözlərinizlə yazırsınız. Okey, teşekkür. Deməli, birinin false olduğu hala baxırıq. Bunun error olması məcbur deyil. Yəni orada göstərsən ki, hə, false olan bir dənədir, yəni error deyil. Bu truth table-a girmir də, çünki sən konkret demirsən hansı false-dur, hansı true. Əgər birisi digərlərindən fərqli işarəli olsa, deməli mötərizələrdən birində iki dənə false bir-birindən qarşılaşacaq və digər mötərizədə də iki dənə true bir-birindən qarşılaşacaq. İki dənə false-un bir-birindən qarşılaşması nə deməkdir? Disjunction üçün. False olmalı. Hə, disjunctionu false elədiyi üçün, məsələn, burada hansıdır? P ilə, deyəm, yox, R ilə negation P. Məsələn, bu ikisinin disjunctionu burada vardı, düz deyil. Bu ikisi də false-dur. Bu ikisinin də false olduğu halda mötərizələrimizdən birisi avtomatik false olduğu üçün bütün propositionu false-a çevirir. Burada R-in yerinə başqasını da qoyub yoxlaya bilərsiniz və ya Q-nün də yerinə false yazıb sadəcə P-nin digərlərindən fərqli işarəli olduğu hala baxa bilərsiniz. Eyni şey keçərli olacaq. Prosta onların hamısına baxmaq üzrə truth table-a aparır. Sadəcə olaraq sözlə bunu ifadə etsəniz kifayətdir. Aydındır? Aydındır. 43. Burada da at least one of PQR is true and at least one is false. Hə, burada da tərsinə hamısının eyni işarəli olmamalı olduğunu göstərməliyik. Əgər istəyiriksə ki, bunun true olduğunu həmişə göstərək. P şeylə birləşibdir. Hə. Hə. Eyni üsulla gedirik. Əgər bu conjunctionla birləşibsə, deməli hər iki mötərizə true olmalıdır. Hər iki mötərizə true olmalısa, mötərizələrdə də ancaq disjunction istifadə olunubsa, deməli hər mötərizədə ən az bir dənə true olmalıdır. Deməli. Və yenə burada ancaq propositionların özləri istifadə olunur. Burada isə onların negation istifadə olunur. Əgər mötərizələrdən biri bu hamısı true-dursa, yəni propositionların özləridir də burada. O bir tərəfdə bizim şeyimiz qalmır. Yəni true value verəcək bir propositionumuz qalmır. Çünki bunların hamısı true-dur və bunlar da bunların şeyidir, negation'ıdır. True'ların negation'ları da hamısı false olduğu üçün bu mötərizədə biz özümüzə bir dənə true tapa bilmirik. Və ya tərsinə hamısı false olsa, bu mötərizədə hamısı true olacaq, amma bu mötərizədə true value verə biləcəyimiz bir proposition qalmayacaq. Ona görə ən az bunlardan biri false olmalıdır ki, ya da ən az bunlardan biri true olmalıdır ki, bu tərəfdə onun qarşılığını edə bilək, tapa bilək. Belə. Truth table olmadan maksimum bu cür isbət əmək alır. Teşekkür. Sonra 1.4. Anlamadım ya sualı Berkçim. Bunu anlamadın? Yoxsa yuxarıdakini yoxsa bunu? Bunu. Bax. PQR burada bu mötərizədə fikir versən ancaq propositionların özləri var. Burada isə onların hamısının negation'ıdır. Düzdür? Hı. Disjunction'la birləşirsə, deməli ən az birisinin true olması bəs edir ki, bütün mötərizəni true eləsin. Eyni şəkildə burada da. Və bizə də deyir ki, bunu göstərməlisən ki, sən PQR hamısı eyni işarəli olmamalıdır. Bütün bunun true olması üçün.
mütləq ən azı biri false olmalıdır, qalanlar true, ya da ən azı biri true olmalıdır, qalanlar false. Hamısı false olsa ümumi şey true ola bilməz. Ya da hamısı true olsa ümumi bir şey yenə true ola bilməz. Niyə? Çünki hamısı true olsa determinantda var idi, yadındadır. Okey. 3 dənə hədd əgər hamısı müsbətdirsə, o birisi həddə mütləq mənfi olasıdır. Yəni nə bilim elə bir şey olmalı. Bildim. Birlərlə, sıfırlarla göstərilir. Bu da eyni məntiqi gəlib çıxır. Analitik həndəsə 2 sualına oxşuyur biraz. Okey, anladım. Bu arada Hüseyn, Hı. 1.4'ten başqa indi oraya yazılmayıb. Deyəsən 1.3'dən 11 tipli sual düşüb. Anla baxaq. 1.3-dən 11. Baxın. Tautoloji mən bilmədim nədir bu arada. Onu soruşacağam Hə, səndən. tautoloji asan məsələdir. 11 dedim də. Tautology elə bir şeydir ki, yəni oradakı propositionların valuelarından asılı olmayaraq o statement həmişə true olur. Neyinsə elə true olacaq da, yəni içindəki P false olsa da, P true olsa da ümumi şey hara getdi? Hə. Ümumi şey həmişə true olasıdır. Tautology odur. Məsələn, P disjunction negation P. Yəni P ya da P-nin negation. Ən azı birisi true olasıdır. Ona görə həmişə true verilir o şey. Px bir de statement. 1.3'də oldular mesela. Hadi da. 1.4'də. Abi 1.4'e baxıram. Hı. 11. So that each of these conditional statements is a tautology by using truth table. Truth table asandır. Yəni truth table-dan göstərməkdirsə, bayağı asan olacaq. Niyə? Çünki bax, məsələn, A-ya baxırıq. Hətta truth table-dan istifadə eləmədən belə A-nı şifahi şəkildə izah eləmək olar, amma da şərtdə deyilsə truth table işlət, onu belə yazasınız. Ama truth table'dan asandır. Bəs mesela 13 kimi düşsə, 13 tipli. 13-də nə deyir ki? Each conditional statement. Hə. 13, 15. Okay, burada without using there. Tamam. Məsələn, 11-də A variantına baxırsan. Implies that ox varsa, bunun true olması üçün nə lazımdır? Ya bu tərəf false olmalıdır, ya da bu tərəf true olmalıdır və bu tərəf də true olmalıdır eyni şəkildə. Ya ikisi də true olmalıdır, ya da birincisi false olmalıdır, düzdür? Birincinin false olduğu hallara baxaq. Birincinin false olması üçün nə lazımdır? Ya P false olmalıdır, ya da Q false olmalıdır, ya da hər ikisi false olmalıdır, düzdür? Hı. Hə, okey. Bunu bir qırağa qoyduq. Ya P false-dur, ya Q false-dur, ya da hər ikisi də false. İndi bunun true olub, bunun false olduğu hala baxaq. Mümkündür elə bir şey. Yəni bu true-dursa, deməli P də true-dur. Avtomatik bu da true olacaq. Bunun false olma ehtimalı artıq qalmış. Bu qədər. Yəni bunu desən şifahi şəkildə hər şey aydın. Bəs edir. Hətta belə biraz şey də eləyə bilərsən. Məsələn, oxu şeylə, disjunctionla göstərsən bu şəkildə. O oxun yerinə elə bir negation, birinci sərfin negation ilə ikincinin disjunction yazında bu formula ilə. Bu şəkildə yazdım. Buradan daha rahat göstərə bilərsən ki, əgər bunlardan biri, bunun true olması üçün bunlardan ən az biri true olmalıdır. Birinci tərəfin true olduğu, ikisinin də false olması yəni mümkün deyil. Çünki ikisinin də false olması üçün mötərizəni açaq da, mötərizəni açaq əslində hər şey aydın olacaq. Dəqiqə. Aya, burada elə true false'ları qoyub qutarsın yesinlər. True false'ları qoyma olmur da, deyir ki, truth table işlətmədən eləməlisən. Deyir. Hə. Nə işlətdir? Yox, 11-in öz şərtində deyir işlət, amma 13-də deyir ki, 11-i truth table olmadan işlət. Hə, isbat elə. Hə, mən dediyimə heç ehtiyac yoxdur. Fikir ver, tautology alınır burada. Yəni bu ikisinin yerini dəyişə bilərsən də, fərqi yoxdur. Burada bir dənə tautology alınır. Bu həmişə true-dur. True ilə hər hansı bir şeyin disjunction həmişə true verir. Sonra məsələn B-yə gidik. P-yə göstərir. Yəni, bu da eyni şeydir.
Ya bu false-dur, ya da budur. Yəni bunu oxu açandan sonra mötərizələri bir-birinə vurarsan hər şey həll olacaq. Ümumiyyətlə burdakilərin hamısının gedişatı o şəkildə. Okay. Oxu bir dənə dəyişsən şeyə, bir də görəsən ki, hə, dalbadal tatil da izləri alınır. Onları ixtisar eləyə hər şeyi göstərir. Böyle Onunki də eyni şeyler şəkildə. seçimleri. Hansılar? Baxmayacağıq da amma hər halda onu. O Hansılar? bərabərliklər var. Məsələn, sağ tərəfdə 30 falandır da bunlar. Ekvivalent olduğunu sübut eləmək. Hə, onlar. Onlar asandır, əksinə deyərdim. O bunlara nisbətən. Bunu əzbərləmək lazımdır o bir şeyi, hə? O Əzbərləmək. cədvəl var ya, bərabərlik O cədvəli. bərabərlik cədvəli ilə şeydir. Toplamanın xassələri aşağı-yuxarı eyni xarakterik şeylərdir, yəni. Toplamanın qaydalarını, xassələrini bilirsənsə, o cədvəli yadda saxlamaq bayağı asan bir şeydir. Bax, orada fancy bir dənə bir şey var ki, məsələn, mötərizənin içində belə bir şey var, atıram. Negation-ı mötərizənin içinə vuranda bir dənə yadında saxlayırsan ki, həm bunların işarəsini dəyişir, həm də bu işarələr dəyişir. Aşağı üç bucağı, yuxarı üç bucağı falan. Ya? Orada, hə, o birisilər yəni yox, belə şeydir, bir qruplaşma xassəsi var, yerdəyişmə xassəsi var, Demorgan qaydaları var, hansı ki, belə deyim, negation, mötərizənin içində negation olmaq. Yox, orada çətin bir, yadda saxlanması çətin bir şey yoxdur. Hətta çətin olsa da, yəni, məcbur gərək yadda saxlayaq, onun başqa yolu qalmır. Okay. Bir dənə 30-a baxaq. Hı. Köçürməyim. Birbaşa birinci tərəfə açıq yazarıq. Deməli, birinci mötərizənin içini açacaq. Bu olur. Hə, bir də bunu görə öyrənəsən də, yəni oxu şeyə çevirməyi, disjunction negation yazılma çevirməyi. Adı var idi, bunun yadımdan çıxdı. Tərəfdə də bir dənə bunu çeviririk. Hə, bax qruplaşma xassəsinə gəlib çıxır. Elə bil burada negation Q ilə R-i qruplaşdırıb, burada da P ilə R-i qruplaşdırıb. Burada rahat yaza bilərsən ki, şeydir. Qruplaşma xassəsinin buradakı adı nədir yadımda deyil. Sosial mötərizəsiz də yazmaq olur onları. Üçün bilir. Məncə Eyni olur, işarət. amma isbatda bundan istifadə etmirsən də. Məncə olur. Involving conditional statement. Bir dənə yuxarıda stable-dadır. Hə, deyir burada. Deyir associative loss olmalıdır. P, Q, R. Hə, bax, burada ikisindən istifadə edirsən əslində. Commutative bir də associative lawlardan istifadə edirsən. Associative nədir? Yəni qruplaşdırmadır bildiyimiz. Commutative də yer dəyişmə. Birinci, ilk növbədə yer dəyişmədən istifadə edirsən. Bax, burada məsələn, hansı P ilə R qruplaşıb, düzdür? Sən də deməli, burada P ilə R-i bir tərəfə qruplaşdırmalısan. Onun üçün edirsən, mötərizənin içində kommutativ qaydadan istifadə edirsən, R ilə negation Q-nun yerini dəyişirsən, sonra mötərizənin yerini dəyişirsən. P ilə R-i qruplaşdırırsan, qıraqda da qalır negation Q. Kommutativ qaydaya əsasən də zaten bunlar bir-birinə ekvivalentdir. Çünki fikir versən, mötərizə ilə negation Q-nun yeri dəyişib sadəcə olaraq. Okay. Elə. Teşekkürler. O kişilər də bu şəkildə. Hə, dual teması. Əgər duala aid bir dənə sual düşsə, zaten orada yazacaq nə olduğunu. Dual deməli, burada nə qədər ki disjunction var, hamısı conjunction-a çevrilir. Nə qədər ki conjunction var, hamısı disjunction-a çevrilir. Və true-lar false-a, false-lar true-ya. Bu şəkildə S-in tərkibi, S şey olur. Bax, məsələn, belə bir şey yazaq.
Bunu məsələn tamamilə özümdən atdım ha. Bu məsələn şeyin nə olacaqdı dualı. Sen şey götürürsən də rekord yadımdan Hə, çıxdı. hə, Nə rekord bilmirəm. götürürüm. Rekord götürürüm. Dur baxım. Hə, rekord gedir. Deməli P işarə dəyişir. Olur conjunction. İşarə dəyişir. False dəyişir true-ya. Buna dəyişir. Q S. Bunun dualı budur. Ulduzlu suallar düşmə ehtimalı çox azdır. 1.7. 1.7 proof qaydalarıdır. Hansı ki, bu diskretdən əlavə o birisi riyaziyyatlarda da lazım olur. Onu məncə bir baxın. Bir dənə xatırlatma eləyim sizə. Hə. 2-ci, 3-cü, 4-cü gün riyaziyyatdan imtahanlarımız var. O, Numerikal heç yadıma düşmür. hə, doğru. Azmış kimi keçən həftədə numerical götürdünüz, saldınız bu həftəyə. Keçən həftə necə Ağıllı. yazacaqdıq? Var. Ay qardaş, adam bir həftə əvvəl demişdi də, hazırlaşmalıydıq da. Hazırlaşmışdın sən. Hə. Hə. Quantifier'e ait bir şey var. Hələ 1.4'dür. Hə, mənə getdiniz. Quantifier'ı indiyə qədər zaten bilmiş olmalıydı. Çünki çox dərsdə keçmişik. Asan gəlməli sizin məncə. 20-dən 29-a. Burada ingiliscə cümlə verir. Biz onu quantifier'larla yazırıq. For all-la bir də there exists-lə. For each of the statement, find domain for which the statement is true and domain which the statement is false. Ha, bu biraz fərqli oldu. Everyone is studying discrete mathematics. Ha. Əslində bu daha asandır. Hə, bu əksinə daha asandır, düzdür. Hı. Deməli, is true and domain for which statement is false. A'nın domeni məncə şey olur. Məsələn, Bütün humanitar hamı olur. fərqlər. Necə? Burada ingilis dilində cavab vermək lazımdır. Məsələn, nəsə bir nümunə vermək ki, Hə. diskret oxumayan adamların bir toplusu. Hə də. Məsələn, humanitar oxuyanlar. Yox, onu demək düzgün olmaz ya. O çox havada qalır da. Elə bil sən onu ikiləmə sala bilirsən. Yəni deyə bilirsən ki, məsələn, diskret oxuyanlar var, bir də oxumayanlar var. Oxumayanlar konkret humanitarda olanlardır, oxuyanlar da olmayanlardır. Amma ən azından humanitarların hamısı diskret oxumaz da, yəni. Yəni sən Çünki bilirsən burada evri. nə deməyə çalışırsan. Burada deyir ki, bütün toplar qırmızıdır və qırmızı olmayan toplar var və sən deyirsən ki, onlar hamısı göydür. Yaşıl da ola bilər, sarı da ola bilər. Orada deməlisən ki, o toplar qırmızı deyil. Bundan o tərəfə bir şey deyə bilmirik. Everyone is studying discrete mathematics. Bunun da statementin false olduğu domain ilə direkt discrete matematik oxumayanlar getməlidir məncə. Məncə yox, mən bu sualları Ən nəfər ola bilər domeni. Nəsə Domeni belə deyirdi. ola bilər ki, Necə? eşidirsiniz. Məsələn, Eşidir. hə, Gəlin. sən desən. Onun domeni ola bilər ki, məsələn, diskret oxumaq üçün bu bizim domenimiz əgər computer science tələbələri olsa, onda düzgündür. Bütün computer science tələbələri axır əvvəl diskret keçir. Amma bütün məsələn dünyadakı bütün adamlar olsa, onların heç bütün tələbələr, Məsələn, o da dünyadakı bütün tələbələr diskret keçmir. düzdür. Belə Məsələn, yəni. aşağıda B variantı var ya, yazıb ki, 21 yaşında olmalıdır Hə, falan. bax o asan. Orada Deyirsən ki, məsələn, 21 yaşından. Kindergarten.
Yox. Məsələn, Yox, kindergarten ata kindergarten. bilirsən. Cavabı da elə yazılmışdı. Mən Hə, cavabı hə, bax olan orada PDF. düz dersin əslində. Kindergarten ata bilirsən. A Yəni variantına baxıram. domain olmur. Yox, bu A variantıdır. If you take the domain students in discrete mathematics class, the statement is true because everyone is domain. The domain that makes the statement false is all people in the world. Hə, biz şeydir. Yanlış bir domain götürmeye çalışırıq. Statementin false olduğu bir domain. Bir dənə düz, bir dənə yanlış. Hə. Düz, yəni humanitara getməyə ehtiyac yoxdur. Everyone is discrete mathematics. Deyirsən ki, hə, Everyone- discrete sinifində olanlar bu statement üçün truedur. Dünyadakı bütün insanlar üçün bu statement false. Yes. Everyone is older than 21 years. Hə, burada var dedi zaten. Burada qocalar evin götürür Hə, məsələn. hə. Hamı Qocalar bildi, evini amma götürsən, hə, hamısı düzdür, amma bağçanı götürsən yox. Every two people have the same mother. Bir ailənin şeydir. iki uşağını götürsən. İki uşağını götürsən, bacı qardaşı götürsən, düz olur. Amma bir məktəbi götürsən səhv olur. Zaten Hətta direkt deyə bilərsən ki, dünyadakı bütün insanlar. Yəni, avtomatik false domain olur sənin üçün. Hadi qədim. Beşmiş. No two different people have the same grandmother. Hə, burada da dünyadakı bütün insanlar desən bu statement düz çıxır. Çünki deyir ki, no two different people have the same grandmother. Fərqli insanlar eyni nənəyə sahib olmurlar. Yox, bir dəqiqə. Nəsli götürsən düzdür. Hə, amma bir nəsildə götürsən düz. Dəqiqləşdirək onu, məsələn, içmə bir şey oldu. Nəsil nə deməkdir ingiliscə? Generation. Two different people. Barack Obama, Donald Trump. All people in the world. Ne? So it says that any two different people have different grandmothers. Hə, bu daha deyirəm də şeydir. Elə demək düzgün deyil. Burada deyir ki, iki fərqli insanın eyni nənəyə sahib olmur. Ola bilər ya da ola bilməz yox. Ola bilər demir də, yəni məsələn ki, olmur. O iki nəfəri Barack Obama ilə Donald Trump götürsən düz çıxır. Amma desən ki, dünyadakı bütün insanlar səhv çıxır. Niyə? Çünki dünyada ən azından eyni nənəyə sahib fərqli insanlar var da. Çünki bu deyir ki, for all insanlar, amma biz göstəririk ki, hə, yox, there exists such insan dedi. Bayağı belə yazmalıyıq bunu. Hə, O biri variantlara da baxa bilərəm də. cavablarına. Bu arada bu niyə işləyir? Cinayət şikayət edirdi ki, işləmir. Məndə də işləyir. Burada Group of hamısını siblings has the same mother, so domain making the statement true is children of Michelle, the wife of Barack Obama. Burada dirəşib eşeğindən Obama. Hə. Hə, burada da bir ailə deyə bilmirsən. Çünki ola bilər uşağın biri başqa anadandır, başqa anadandır, amma ataları eynidir. Gərək Yəni, konkret mən də ananın eyni bildim. olduğunu deyəsən gərək. Nəsə orada riyazi bir şey zaten yazacaq. For all işləmlə. Yox, onu o yazmaq ehtiyac yoxdur. Okay. Şərtlər artıq, yəni çünki bilirsən niyə? Bu şərtə fikir versən sənin üçün quantifier işlədib zaten. A group of has the same mother. Dəqiq, statement hardadır özü? Statementin özü buradadır da. Every two people has the same have the same mother. Okay. For all işte Next. 22. Baxaq bunların hamısına bir yoxsa yerə yoxdur. Yox məncə. Məncə də yox. Neçəyə qədər idi? 29-a kimi. Eyni tipdir hamısı. Hə. Bir də zərf atmış deyə, nə bilim, desən yetərini atdıqları fərqli suallardı. Onlarla bunları baxmamışam mən. Məncə elə onları zəl. Eyni tipli. Okay. Yadımda qaldığına görə eyni tipli. 32-34. Express each of statements using quantifiers. Hə, quantifiers burada işlədirik.
Then form a negation of statement so that no negation is to left of a quantifier. Express the negation in simple English. Deməli, all dogs have fleas. Okay. Onda having a flea olaraq məsələn px yazsaq, all the dogs deyirsə, onda for all x, yəni bütün itlər üçün px ödənir. Fx yazaq, adətən statementin baş hərfindən daha rahat olur. All negation nədir? There exists such x that bu ödənmir. Bunu da oxusaq nə olur? There exists such dog that has not flea. Belə. Burada da bir şey deyib. Bu sizi çaşdırmasın. Bax, deyir ki, then form the negation of the statement so that no negation is left. No negation is to the left of a quantifier. Yəni, negation yazanda ilk başda bu cürə yazırıq da. Bütün hər şeyin əvvəlinə yazırıq. Demək istəyir ki, bu quantifierlərin solunda negation qalmasın, hamısını sağa keçirmiş olasın. Negation da sağa keçirəndə nə olur? Bu for all saçdete dəyişir. Heç nə, negation da sol tərəfinə keçir. Fx-in qabağına yəni. Belə. Bunu sualların çoxsunda əlavə olaraq qeyd edir. Sonra, there's a horse that can add. There exists such a horse that can add. Bunun da tərsi odur ki, there's no horse that can add. Belə yazsaq, ax. Məsələn. There exists such horse that can add. Yəni ax ödənir. Negation da bu olacaq. For all x ax ödənmir. Yəni there's no such horse that can add. That Aydın. cannot add. That can, Olaraq. yox, there's iki dənə kəlmə işlətmiş olursan. There's no such horse that can add. Cümləni başa düşmədim mən. Nə deməkdir bu? O mən də başa düşmədim və heç dərinliyə getməyə gərək yoxdur. Yəni faildir Bu də. tamam Bax. eləyə bilən at var. To be able to bax buradakı ax nədir? To be able to add düzdür. Əlavə etməyi bacaran. Burada deyir ki, there's a horse, yəni there exists such horse. Hansı ki add eləməyi bacarır da. Ax bunun üçün ödənir. Sən onun negation'ı tapanda da nə deyirsən? Bu for all horse-a çevrilir. For all horse. Yəni Əslində Bütün sadəcə horselar birinin üçün- qalanının Bir işarələrini dəqiqə. dəyişmək bəs eləyir də. Sən bu Hə, hə. aşağıda yazdığın üçün ingilis dilində dedin ki, there is no horse that can add düzdür. Yəni bütün horselar üçün Onun tərcüməsi, bu onun to be tərcüməsi able şey to deyil. bax mənə bax. Bütün atlar Hı. üçün to be able to add false-dur. Yəni heç bir at add edə bilmir. Elə bir at yoxdur ki, add edə bilsin. Bütün Hı. atlar üçün add edə bilməmək. Bax bu add edə bilməkdir ax. Negation ax Hı. nədir? Add edə bilməmək. Yəni bütün atlar üçün add edə bilməmək ödənir. Yəni heç bir ad add edə bilmir. Və o bilsən sən ingilis dilində çevirməyə çalışırsan da, sən amma riyaziyyatda qalmağa çalışırsan. O ki, bunu deyəndə ki, bütün atlar üçün add edə bilməmək ödənir deyəndə, bir növ sən ingilis dilinə getmirsən də, hələ də riyaziyyatda qalmısan. İngilis dilinə keçəndə biraz qrammatik Olsaydı- cəhətdən dəyişmən olur. İşarə və işarə tərcümə edirdim. Onda əslində belə baxanda məna səhv çıxacaqdı. Hə, işarə və işarə tərcümə eləməlisən zaten. Amma ondan sonra onu ingilis dilinə yoğunlaşdırmaq lazım. Ola bilər Bəli. ola bilər işarə olaraq qalır. Bir dənə həllinə baxaq, birdən səhv deyirəm. Mən bəxtli sual verim. Fleece nə deməkdir? O mən də bilmirəm. İnarsan yəni heç baxmadım mənasına. O bilir baxım. Fleece. X has fleece. Rewrite the given Birə, statement birədir. belə. Birə. Hə, belə. There's no dog
There's a dog that does not have fleas. Bu birinci variant zaten Hı. asan idi. İkinciyə bax. Burada nədir? Domain Q X can add. We can rewrite the statement as such that X. Okay. Ha, All horses cannot add. orada Ha, mən belə də düz çıxır. Okay. belə Belə tərcümə də eləyərdim olmuş. də, yəni. Hə, o da düz. Hə, bizim problemimiz nə idi? Biz AX-ə X can add deməmişdi. AX-ə demişdi ki to be able to add. Çox biraz fantastik qaçmışıq. Aşağı eyni mahiyyətə gəlmişik. Aydın oldu yəqin ki. Every koala can climb. Yəni, burada da Bunu da mən desəm olar. Hı. Burada da tərsinə AX DX-dir. Onun da inkarı YX negation DX. X Əsas nədir? addı X can nədir? Deyirəm birinci cümləni sadəcə bu şeyə quantifiersə translate eləyə bilsək qalan asandır. Hamısının Hı. qabağına inkar atmaq. Hə, X can climb. All koalas can climb. There's a koala that cannot climb. Öylər. No monkey can speak French. X cannot speak French deməliyik, yoxsa deməliyik? Can speak French bizim şey olacaq. Məsələn fx olacaq. Hı -hı. No monkey deyəndə də qabağına şey atırıq. Elə bir şey A-nın inkarı. Yox, Negation. bizim şeydir. İlk başdan şeyimiz no-dan başlayır axı. Biz onu yetə çevirməliyik, səhv eləmirəmsə. Qabaqda olacaq da negation deyirsən. Negation hazır gələcək də bizə. Amma Da negation tərsinə A. dəqiqə. X can speak French. Every monkey cannot speak French. Hə, negation buradadır. Qabaqda deyil. Qabağa negation əlavəndə içəri salanda hə, SX özünə qayıdır, amma for all existential çevrilir. Onda qabağında birbaşa negation gəlməz də bu A-nın qabağına. Yox, A-nın qabağında negation zaten gələ bilməz. Funksiyanın özü negation gəlir. Hətta belə bir şey deyə bilərsən ki, SX-ə deyərsən ki, X can speak French yox. X cannot speak French. Sən SX-i bu şəkildə versən, negation nə olacaq? X can speak French olacaq, düzdür? Elə eləməyin tövsiyə deyil, amma mümkündür də. Əslində negation olanda adətən not yazılırlar. Ona görə bu şəkildə verir ki, rahat olsun. Ki bundan məncə aydındır hər şey bu şəkildə. There exists a pig that can swim and catch fish. Hə, X can swim and catch fish. Catch fish. Fish nədir? Deməli, all pigs cannot swim and catch fish. Belə olsa da ilginç. Bir söyləşdiyici cavablara bax. Hə, burada iki dənə funksiya şəklində yazıb. Can swim ayrı yazır. Catch fish ayrı yazır. And-lə birləşdiyi üçün də conjunction. Aydındır. Və diqqət edin ki, şeydir. Negation bu işarəndə dəyişir. Yəni burada and yox, negationların orla birləşməsini şey dedik də. Aydındırmı? Bir də deyə bilərsən, mən internet getdi, nəsə harda qalmışdım məsələn. Bax, burada deyir ki, there exists a pig that can swim and catch fish. Bir dənə SX qoyaq, swim, can swim, X can swim. Bir dənə də catch fish qoyaq. X can catch fish.
Burada bizə nə deyir? Deyir ki, there exist such x, yəni elə bir x var ki, o həm sx üçün ödənir, həm də sx üçün ödənir. And deyir də, Hı. coefficient-sini. Bunun negation nədir? Negation sx işarə də dəyişdiyi üçün or Hmm. negation sx. Teşekkür. Yəni ki, bütün donuzlar ya üzə bilmir, ya da balıq tuta bilmir. Hmm. 33 daha eyni tiplidir. Fərqli tipli var mı? Fərqli tipli yoxdur. Bu nə deyə bilmirəm. Sual versiniz dəyərsiz. 1.7. Deyəsən özdə 10.2-dən salınıydı, ha? 1.6'dan da deyəsən, prosta dəqiq deyil. Dedi ki, cümlə verilib. Step by step onu nəsə gətiririk. Bilmədim. Bu arada 1.6 nə idi ki? Hə, rules of interference olmalıdır, ha? 1.6'ya heç baxmamışam deyə bilmirəm. Hə, o 3 nöqtə olanlar var ya, bunlar. Bu qaydaları bilsəz bəs eləyir. Da biz bu qaydaları bilmək də biraz şeydir. Böyle toplama xassələri kimi bəs deyil. Modus ponens, modus tollens falan. Hə, bax bu hypothetical sillogizmlə deductive sillogizmi bilmək niyə işə yaramışdı mənə? Şeydi, hətta işə yaramamışdı, bilmirdim. Kitabda prosta yerini tapa bildim deyə. Buna uyğun olaraq ekzistensial və universal sillogizmləri şeydə bilir. Yadındadır Tural. Bizdən istəyirdi ki, səndən istəyirdi ki, universal hypothetical sillogizm yazasan, məndən də istəyirdi ki, ekzistensial hypothetical sillogizm yazım. Hypothetical sillogizmi vermişdi və biz buna uyğun olaraq onun ekzistensial və universal formalarını yazmalıyıq. Yəni quantifierlərlə olan versiyalarını yazmalıydıq. Ağzımı Hypothetical- dolanla uzdura bildin halaldır sadəcə. Həmişə işim də var. Deməli, hypothetical sillogizm nədir? Hə. P Q-nü göstərirsə, yəni P implies Q-dürsə və eyni şəkildə Q də implies R-dirsə, bu ona gətirib çıxarır ki, P də R-ə imply edir. Yəni onun da şeydir, bu 3 nöqtəsiz alt-alta olmayan versiyası da budur. Yəni həm P Q-ya imply eləsin, həm Q R-ə imply eləsin. Bu da ona imply edir ki, P də R-ə imply edir. Hypothetical sillogizm budur. İndi bunun bir də universal forması var. Yəni bu tərs A-nı işlətdiyimiz forması. Deməli, for all x üçün for all x üçünmü? Hadi for all x üçün. Px desəm bundan çıxdı. Alıdan jumpscare yedim valla. Al Gəlib səs. gəldi. Səs. Bir dənə sual verəcəm. Danış Ver. qurtar. Əgər Tamam. uyğun deyilsə. Tamam. For all px-dirsə və for all neydə yandı? Yadımdan çıxdı. Çox vaxt istəyirəm. Siz şeye baxdınız? 1.1-də 29.30-a. Neçədə? 1.1-də. Hə, baxmış. Okey, birazdan bunu göstərəndən sonra 30-u açarsan da. Tamam. Bu nədir? If P, then Q. Okay, bunu bildik. Quantifier'in olan versiyası yoxdur mu? Müəllim tam olaraq quizdən da bizdən özümüzdən haqqa çıxartmamızı istəyir də.
Hansıdır sual? Sual şeydir, quizdəki sual yadıma düşüb, onu şey eləməyə çalışıram. Quizdə bizdən istəyirdi ki, universal hypothetical sillogizm, bir də existensial hypothetical sillogizm yazaq. Universal budur, existensial da budur. Hypothetical sillogizm də budur. Bunu belə yazsaq necə olur? For all x və Siz indi neçəyə baxırsınız? Yoxsa ancaq suallar üstündən gedirsiniz? bu şeydir, quizdəki sualdır. Kitabda yoxdur. Okay. Kitabda Ümumiyyətlə nə daha tək doğrusu gəlməmişəm. Hə, bu Suallar şeyə üstün- baxırıq. Suallar üstündən gedirik. Bunlar. Yaxşı. Ay. Oxla göstərməliyik. Hədə. Düz gəlir də. Hə, anlar. Axşamınız xeyir. Evet, xeyr. Necəsiz? Şükür. Evet. Ruslan, bir Görməndə. dənə aşağıya sual soruşacağam. Gözlə. Okey, bir də. Məncə budur. Məncə yox, daha doğrusu quizdə belə yazmışdı. Bilmirəm, düzdür ya yox. Böyük ehtimal düz olar. Çünki bundan başqa bir şey inanmıram. Deməli, hypothetical sillogizmin əsas xarakteristikası nədir? 3 dənə şey var. Əgər P Q-nu imply edirsə və Q-nun da imply etdiyi bir şey varsa, deməli P həm də ona imply edir. Aydındır bu. Sadəcə bu hissəsi. Bəli. İndi onu universal quantifier ilə yazmağa çalışdıq. For all x, yəni bütün x-lər üçün px qx-i imply edirsə və bütün x-lər üçün də qx eyni şəkildə rx-i imply edirsə, onda deyirik ki, şeydir. Bütün x-lər üçün px həm də rx-i imply edir. Yəni px-in qx-i imply etdiyini bilirik. Qx-in də imply etdiyi başqa bir şey var, rx. Deməli px həm də rx-i imply etməlidir bütün x-lər üçün. For all Bir dənə o x-lər. öyrəni əlavə elədin də. Hə, bütün bir dənə buna əlavə elədim. Bir də propositionları propositional funksiya kimi yazdım. İndi bunun Simple existensial forması da var. There exists such x that eyni şey olasıdır. Prosta qabağına there exists nə yazacaqsınız və oxunuşu fərqli olacaq. Yəni there exists such x hansı ki px qx-ə imply edir və eyni x üçün qx də rx-ə imply edirsə, deməli şeydir. Px rx-ə də imply edir həmin x üçün. Mistikada, başdan ayağa mistikadan ibarətdir. Şey diyeceğim, bunun tapşırıqlarını eləmisiniz ümumiyyətlə? Bunun mən ümumiyyətlə heç birinin tapşırığını eləmişəm. Sadəcə dünən o günləri Fazil Teymurun imtahanı var idi. Onlarla bir yerdə baxdıqlarımdır. Vəsə. Ki onların da arasında çətin bir şey yoxdur. Şey görə deyirdim, mən bu Teymur dediyi 1.6-dan nəsə cümlə verir, onu step by step neysə çevirməyə çalışırsan. Ama tapşırıqlar kimi nəsə eləyibsə yəqin ki o bilir də. Hə, Burada cümlənin səhvən nə dediyim belə tapışmadım da. predikat, hansının predikat olub, hansının şey olduğunu tap. Predikat nədir? Predikat izah edəməyəcəm. Bu cümlədir.
Statement or mathematical assertion that contains variables. O PX, QX var ya. Onları direkt predikat deyirlər. Kitabda da buralarda olmalıdır. Quantifiers dərsində. Bir nokta dördün terimi olmalıdır. They predicates. Statements involving variables such as bunlar. Computer X is under attack by an intruder. Mesela burada X var diye. Bu artıq predikat olur. Onda adətən PX kimi funksiya ilə işarə edirsən. Bax, buradakı kimi. Bu. PX burada predikatdır. Başqa nə var? Bunu nə yazıb? Value. Value'lar. Value'dakı o X-ə verə biləcəyin qiymət domaində, X-in domainindəki şeylər, elementlərdir. Sonra quantifier bilirsiniz zaten. O for all-la şeydir, existential olandır. Onları da yadda saxlamağın asan bir yol var. Yəni ömrünüz boyu yadınızdan çıxmaz ki, deyir exist deyirsə, exist sözünün tərsi, E hərfinin tərsi budur. For all deyirsə də ki, A-nın tərsi budur. Yəni çox rahat yadda qalan şeylər. Belə deyəndə bunu niyə dedin ki, indi bunu zaten bilirdik şey eləməyin. Mən eyni şəkildə eyni zamanda da rekord üçün danışıram. Yəni sizin bildiyinizi bilirəm. Rules of interference nə deyir? Build arguments. Sadəcə interference qaydalarından istifadə edib eləməkdir. Fallacy-də məsələn bu şeylər rules of interference-lər hamısı tautology-dir. Həmişə true olan şeylərdir. Bax, məsələn bu. Bu neyinsə ilə həmişə true-dur. Yəni tautology-dir. Əgər bu şəkildə yazılan bir şey tautology deyilsə, o fallacy olur. Fallacy of affirming the conclusion. Bax, məsələn bu. Burada nə deyir? P Q-nü göstərir. Atıram. Və Q. Q yəni true. True yox, Q-dur da. Yəni Q nədirsə onun. Bu da göstərir ki, P. Bu həmişə true deyil də. Yəni P-nin necə deyim? Bunun həmişə true olduğunu göstərilməz. Yəni bu false ola bilər. Yəni ümumiyyətlə yuxarıdakı ilə eyni şeydə deyil, eyni vəzifədə deyil. Vəzifəmi deyim artıq, rol-mu deyim. Ona görə buna fallacy deyirlər. Siz bayaqları şeylərdirsə, deyəsən, hypothetical. Deyə buradan. Siz orada nəyi etdiniz? Hal-hazırda universal falan etməyə çalışdınız. Bax, hypothetical sillogism var. Prosta biz ona universal versiyası. Mən ChatGPT-dən soruşanda universalı belə eləmədi bu arada. Necə elədi? Çox adisini elədi. Yəni məsələn, nümunəsi belə idi ki, all animals domain moduda if x is a bird, x burada all animals'dır. If x is a bird, then x can fly. Yəni it can fly falan belə bir şey olmadı. X can fly. Elə bu. Yəni davamı var. Biri budur. Yəni px-dən qx-ə vardı, amma ondan əlavə olaraq sadəcə şey veribdi ki, bir dənə quş adı verib, ta ki, quş növü də verə bilərsən. Məsələn, John da atıram insan adı oldu, amma John is a bird. Bunu verib əlavə olaraq. Yəni P John verib. Belə. P John, Nəticə olaraq da P John can fly veribdi.
Q John veya QX daha doğrusu. Ha yox deyil. Yok, nəticə o deyil. Direkt QX veya Q John işte. Bəs mənim yazdığımı soruşsaq nə deyir? Açığı onu dedim ya, Universal mən 2 dəfə fərqli üsullarla soruşdum. İkisində də Universal bunu verdi. Digərində isə existential olan versiyasında isə sadəcə işarə dəyişir. O hər şey olduğu Hı hı. kimidir. Mənasında isə fərqlilik odur ki, deyir ki, there is an animal that it can fly, belə bir şey olmalıdır. Səhv eləmirəmsə bir təzədən girim baxım görüm. Ha, heç nə, yəni there is istifadə edir sadəcə cümlədə. Belə var. Digər hər şeydir də. Şu saata gəldirsiniz yazmışdım. Evet. There is exists some x. Yo, bir dakika. Okay. There is exist an animal x such that if x is a bird, then x can fly. Bu existential versiyasıdır. Chain cümləsi isə odur ki, universal olanın. Deməli, for all animals x, if x is a bird, then x can fly. Yəni sadəcə fərq ondadır ki, universalda for all animals istifadə edib. Digərində isə there is exists some animal. There Onda is bunu da exist artıq an bu animal. şəkildədir də, hə? Eynidir, hə. Hə, bu daha sanki şey gəlir. Sanki gəlir. Hə, və doğrudur. P, John falan olmalı. Yəni X yazmırsan. Evet. Bu heç, bu belə, bunlar universal olan versiyasıdır. Adi şeylər isə heç onlar da bildiyimiz kimi Bu heç də, zaten hə, hypothetical. bunlar Hə. So burada fərqli 3 dənə fərqli proposition var idi. Mən fikirləşdim ki, şey predikatlərdə də elə olmalı. Bitmiş. Hı. Başqa bir sual var, hansısa bir. Hə, hə. Biz. Quizdəki suallardan düşmüşdü, yəqin ona baxmısınız. Hə, bu elə quizdəki sual idi də. Şey, yox. Tautologiya Bunlar ilə bağlı. tautologiya ilə, hə, burada zərfən yazdıqlarına baxıram. Hı. İndi deyəsən onlarla da kifayətli əməl olacaq. Amma şeyə baxmamışam, bax bir dənə. Nəyə? Medicator falan var, yazdı bir 6 cümlə Predikat, hansı. predikat. Predikat da bu şey, Hə, PX, QX. predicate. Value-dakı yəqin şey, X-in domainindəki elementdir. Orada elə sual ola bilər ki, yəni o nə deməkdir ki? Yəqin şeydə forolla ingiliscə cümlə və reforolla ya da real existasını. Oradan bizi soruşa bilər ki, burada Premises predikat desə nədir? anlayaram əslində, predicate anlamıram. Məsələn, deyə bilər ki, all birds can fly deyir. Sonra deyir ki, buradan predikatı çıxart. Predikat nədir? X can fly. Hə, o heç. Can fly-dir hətta, yəni. Hə, yox, X-i deməlisən məncə. Çünki şeydir. Kitabda şey görmüşdüm. Is greater-dən, məsələn, nümunə bu idi ki, x is greater-dən 3. Burada predicate Quizletdə hissəsi, hamısında işlədir ona görə. yox, kitabın özünə açsan, orada is greater-dən 3 ifadəsi predicate götürür, x isə dəyişən. Burada da yazıcım 1.6-da idi ki, o dərs, o şey. Yox, 1.6-da niyə olsun? Yox, 1.4-dədir. Predikat ilk dəfə orada şey olur. Hə. Orada elə yazılmışdı. Çox axırdı bura. Hə. Başlarda olacaq. Bax. Burada. İki yuxarıda bax. Harda? Durduğun Is yerdə. greater than 3 is second part the predicate. Aydın. Hə, düz əslində variable predikat olaraq iki yerə bölürsən, hə, aydındır. Hə, bu birinci tərəfin variable dediyini. Okay, indi aydın oldu. Onda PX sözü predikat deyildi. PX-in açılışındakı Function X olmayan statement-dır. hissəsi. Hə, PX statement-dir. PX-in içində variable olmayan hissə predikatlı şeydir. Variable olduğu hissədəki aydın. Evet.
Nəsə başım qarışdı. Mən bir dənə qısa özet keçəcəyik, yoxsa PX nədir? PX deyir ki, x is greater than 3. X variable'dır. Is greater than 3 predicate-dir. Bu qədər. Yəni Okay. x is greater than 3 öz-özündə predicate deyil də. Bunun bir variable hissəsi var, bir də predicate hissəsi var. Biz onu bayaq okay. səhv Belə. Yəni kitabda aydın yazıb əslində. Bir səhv söz. Ümumiyyətlə indiyə qədər gördüyüm riyaziyyat kitablarında ən rahat başa düşülən budur. Kalkuluslardan olsun. Cəbirlərdən olsun. Geriyə bir dənə proof qaydaları qalır. Bir də qraflar qalır da qraflara baxmaq gözümə dayanır. Heç qraflara baxmaq istəmirəm, çox asandır. Bir baxıbsınız özünüz qraflara. Heç baxmamışam. Mən Yəqin də ki, Heç baxaram. bir məlumat. Heç qrafları heç bir məlumatım yoxdur deyəməzsən baxada duram. Yəni Riyaziyyatda yox. eyni şeydir inanırsan. Riyaziyyatdakı ilə alqoritmdəki. Bir dənə misala baxaq da. Baxarıq. Hə. Birinci proofları yada salaq. Hətta prooflar nə bilim, prooflar da ki. Onsuz da indiyə qədər proofları öyrənirdik də, bir də təzədən niyə öyrənirik? Baxın durun çıxaq gedək də, hə, bağlayaq. Sən elə. Əsas metodlar da biri direct prooflardır, yəni daha açıqlamaya məncə gərək yoxdur. Heç bir controversial falan istifadə eləmirsən. Direkt başlayırsan proof eləməyə. Bir çıxarım. Axırda əldə eləməli olduğun şey tautologydir də, yəni şeyin true olduğunu, həmişə true olduğunu göstərmək istəyirsənsə tautologyya gəlib çıxmalısan. Kompleksdə elədiyimiz ya da eləməli olduqlarımızın çoxsu direkt. Kompleksdə mən gördüyümə görə 60-70% hallarda direct proof istifadə edirik. Proof by contraposition indiyə qədər istifadə edildiyimizi görməmişəm. Contraposition şeydə elə bil P Q-nu imply edirsə, Q-nun negationu da P-nin negationunu imply edir. Yəni həm yerlərini dəyişirsən Q-nun P-nin, həm də negationları çevirirsən. Əgər bu halı isbat edə bilirsənsə, bu da avtomatik düz çıxır. Bu da əslində bir növ direct proofdur. Yəni buna direct proofu tətbiq eləməyə başlayırsan da. Belə. Proof by contradiction. PQ'nu imply edir. Bir sözlə contradiction metodudur ki, əksini iddia edib onun səhv olduğunu isbat edirsən. Əksi düzgündür, deməli verdiyimiz şərt düzgündür. Contrapositionda da tərsinin düzgün olduğunu isbat edib, əsl formasının da düzgün olduğunu isbat edirik. Şey kimi. Burada yaranan tək problem əksini tapmaq ola bilər. Yəni məsələn, Əslində yox, asan da olur. o da asan da olur, düzdür, amma problem yaransa belə ki, mən inanmıram heç potansial problem yaransın. Maksimum şeydə yarana bilər ki, sən statementin Dediyim başladım. Mən birincisində tərsini verirsən də. Ya, Bax məsələn, sənə bir dənə statement verib, sən onun əksini tapırsan, birincisi negation'da həmin statementin. orijinalın Və düz onun olduğunu Orijinalın şey düz deyim. olduğunu hansı yolla? O tərsini, əksini ki tapdın statementin negation'da. Onun həmişə false olduğunu göstərsən, aydın məsələdir ki, deməli statementin özü həmişə true olacaq. Prosta burada Amma gərək göstərsən əksini ki, düz tapasan. Contraposition'a deyəndə isə qədim dedi ki, yenə tərsini tapırsan, sonra Tərsini, əksini yoxlasın. Contraposition Məsələn, bax belədir əksi deyil. contraposition. Tutalım ki, çöldəsən, şərt də odur ki, yağış yağsa islanasın. Contrapositionla tapanda deyirsən ki, islanmıramsa deməli yağış yağmır. Tərsinin düzgün olduğunu göstərsən. Əsl forması yağış yağsa islanaramdır, tərsi də islanmıramsa yağış yağmırdır. Yəni əgər tautologinin contraposition'ı da həmişə tautology yəni true olur. Amma tautologinin
əksi, yəni contradiction-ı, converse-ü deyiyorsa, nə deyim? O şeydir. 10.1-ə baxasınız. Elə bir dənə o qalıb. Mistakes in proof. Bu hissəni oxusuz məncə yarana biləcək potensial problemlərin hamısını şey eləyərsiniz. Mən heç oxumamışam. Nədir ya? Elə bil şeydir. Nə bilim, video hazırlayır, nə film adı qoyur. Müəllif nə fikirləşir çox. WhatsApp maraqlıdır. page-in Öz-özünə şeylər, tövsiyələr verir ki, hə, bunu. Çox mistik müəllifdir bu kitab məncə. Proof methods and strategy. Ona bax. Okey. Neçəyə baxaq? 19-dan 21-ə. Neyimin anı? Construct an influence graph for the board members of company. If the president can influence the director of research and development, the director of marketing, and the director of operations. The director of research and development can influence the director of operations. The director of marketing can influence the director of operations, and no one can influence or be influenced by the chief financial officer. Directed graph olacaq. Elə bil kim kimi influence edə bilirsə, həmin noddan o birisi noda ox çəkəsiniz istiqamətlənmiş şəkildə. Axırdakı noddakı tək qalacaq. Çünki heç kim ona influence edə bilmir, bu da heç kimə influence edə bilmir. Deməli, nə deyir? President can influence director of research and development. Sonra director of marketing and the director of operations. Sonra director of research and development can influence director of operations. Director of marketing can influence director bu da. And no one can influence or be influenced by chief financial officer. Şu. Grafımız Salam. hazır. Salam. Aleyküm Səsim gəlir. Bəli, bəli. Videomuz rekord olunmuşdur. İtirdiğiniz getdi bu. Hayır, burada da İtirdiğiniz bütün hisselere bir daha baxa bilərsiniz. Lütfen. Don't need to worry. 10.1'ə baxırıq. 19-cu suala bir xatırlatmayayım. Şərtdə deyir ki, President can influence Director of Research and Development. Ona orduna ox çəkirik. Director of Research and Development, əlavə olaraq Director of Marketing'ə də influence edə bilir və Director of Operations'a da influence edə bilir və davamında da deyir ki, Director of Research-də, Director of Marketing ikisi də Operations'a influence edə bilir. Amma lakin heç kim Chief Financial Officer'a influence edə bilmir və Chief Financial Officer özü də heç kimə influence edə bilmir. Bu şəkildə 10.1-də 19-cu qrafımız çəkilmiş. The word apple can refer to plant. 20'ye baxaq da. The word apple can refer to plant, a food, or a computer company. Construct a word graph for these nouns.
Apple, strawberry, Lenovo, cheese, chocolate, IBM. Oho. Bu ne hocam ya? Plant Food Computer Company. Sağ tərəfdə bir bunları biz çəkək. Plant Food Computer Company. Deməli, birinci sözümüz nədir? Apple. Burada özel directed grafa ihtiyacım yoxdur. Üçünlə də birləşir. Strawberry. Çeyrək. Sadəcə plantdir, bir də fooddur, düzdür. Computer Company məncə yoxdur. Çeyrək adında. Lenovo. Computer Company. Cheese. Peynir. Bitki değil, sadece yemektir, erzak daha doğrusu. Sonra chocolate. Aynı şekilde. Food'dur. Kakao bitkisini söyleyebilirik mi? Ama bura bize chocolate yazıp kakao yazmıyor. Nedir? Direkt şokolad ağacı deyə bir ağac yoxdur. O bence kakao ağacıdır ya da kakao bitkisidir. Şokolat da oradan almış. Ağacı var ha. Bir dənə yaz chocolate tree. Mən bilən var ya. Oy. Onda kakao ne yeri kaldı ki? Chocolate. Chocolate. Tree. Kakao ağacı da görüşünün nedir sence? Fruit of the gods. Kakao bir. Ola bilər onlar, bilmirəm. Yoxdur qardaş. O Yok qədər karşı var. ona sen chocolate tree deyirsən, sen maksimum ona deyə bilərsən. Bu kakao bitkisi diye şey. Hatta şey diye sualda qırağa qeyd eləsəz ki, chocolate adında bitki özü yoxdur, sadəcə kakao bitkisi var. Müəllim sizin yazdığınız məlumat səhv olsa belə məntiqinizin düz olduğunu görüb deyəcək ki, hə sən düz yazmısan, orada bir şey deyə bilməz. Bu şərt daxilində bunu sualı belə yazmışam desən hər şey həll olur. IBM Ağac. Anladık da məncə. ağac, hə. Sən Düzdür, yazdın. yəni bundan tayfa da getməyək də, da yetər. Elə belə yazıb tutarım tapşırıq. Başqa nə Hə. tipdə var burada? Başqa məncə 1 aralıq sırf bu tiplədir. 21-ə kimi, hə, 24 ayrıca sual deyirsən. Birinci yazan, ikinci yazan fərqlilikdən ya bunlar ki. Bu ikisini fərqli deyiriksə, nə fərqləri var o heç, amma qraf qurmaqdır da əsas şey. Məncə 21 də bu tiplədir. 24-ə baxaq. Constructor call graph. Bu da qrafik qurmadır. Burada da şöyle bir şey yoxdur. Rəqəmlərdir, prosta biraz qarışıq gələ bilər. Set of 7 telephone numbers bundan. And if there were 3 calls from bundan buna. Hə, prosta burada 2 nod arasında 3 dənə şey ola bilər və istiqamətli olmalıdır. Çünki zəngin hardan hara getdiyini falan deyir. Burada sadəcə olaraq bunlardan fərqli olaraq şeydir. 2 nod arasında multiple edge'lər olasıdır. Burada weight qoymaq yoxdur. Nə Dərsdə. qoymaq? Weight qoymaq yoxdur. Ümumiyyətlə biz hələ ki qraflarda weight təmasını keçməmişik. Bu qədər. Aydın olmayan bir şey var mı? Veya əlavə sualınız var mı? Allah razı olsun, aydındır hər şey. Qraflar elə Amin. belə sadə şeylər düşəcək. Hə, çox ümumiyyətlə Okey, mürəkkəb okey. bir şey keçməmişik qrafdan ki düşsün. Allah razı olsun. Bu qədər idi. Buyurun. Evet. Gecəmiz xeyrə qalsın. Sabahki Xeyrə imtahanda qalsın. oxuyacağam. 10.2 yoxdur elə Hüseyn onda. Necə? 10.2 yoxdur elə onda. 10.2 yoxdur da, deyilmə görə yoxdur. Allah şükür heç olmaz.
Bu arada nəsə qrupa yazırdılar, bilmirəm, oxumusan Discord qrupunu. Yox. Orada nəsə söhbət getmişdi. Orada